Əhali bundan işlədir, bunu sürür. Belə avtomobillərin ehtiyat hissələri tapılmır. Bugünkü gündə sahibkarlar alıb malları qalıb əlində. Çin avtomobillərinə son dövrlər tələbat daha artıb, səbəb ekonom olmasıdır. Amma bir məsələ var, bəzi sürücülər iddia edir ki, belə avtomobillərin ehtiyat hissələri tapılmır və bu da sonradan onların təmiri üçün böyük bir problemə çevrilir. Sizcə bu ehtiyat hissələri əlçatandır tapmaq? Bilmirəm, vallahi xəbərim yoxdur. Təzə almısınız? Bəli. Nə əcəb alanda maraqlanmamışsınız ki, bunun ehtiyat hissələri hansanda əldə edilir yoxsa yox? Bilmirəm. Ha, eşitmişəm belə tapılmır, amma yəni belə düşməmişəm də, üstünə elə ki ehtiyac yoxdur. Yəni yox, ehtiyac olandan sonra gələr hamısı. Çox şey deyirlər. Deyirlər ki, Kitay maşınları, Çin maşınları pisdir, amma bundan yaxşısı yoxdur. 190 min gedib hələ kalotkalar yerindədir. Ehtiyat hissələri necədir? Əldə olunandır. Hələ ki ehtiyac olmuyor. Deyirlər tapılmır. Vallahi bilmirəm, indi ehtiyac olsa biləcək tapılır yoxsa yox, amma belə çox rahat maşındır. Kim istəyir, yəni çox nahaq. Bəli, var. Ehtiyat hissələri hər bir modeli üçün var, hər cür ili üçün var. Əl çatandır, problemsizdir. Ümumiyyətlə hər yanda var. Bugünkü gündə ən çox ehtiyat hissələri elə Kitay maşınları üçündür. Avtomobil bazarındayıq, düzdür. Çin avtomobilləri ekonomdur. Bəs alıcılar necə? Bu avtomobilləri alanda tərəddüd edir. Tərəddüd eləyənlər olur. Çünki avtomobil alarkən həm də onun ehtiyat hissələri ilə maraqlanırlar ki, yəni sonra bir gün başımıza bir qəribə hadisə və yaxud bədbəxt hadisə rast gələrsə, biz nə etməliyik? Deyirlər ki, bu ekonom olsa da, amma ehtiyat hissələri əlçatan deyil. Xeyr, yalan söhbətdir. Hər yerdə tapılır, asanlıqla tapılır. Sərfəli qiymətə. Yəni bir şey ki, fikirləşin ki, bütün əhali bundan işlədir, bunu sürür. Ekonomdur, şəhər içi çox aşağı sərfiyyatdır. Lakin mənfi xüsusiyyətləri də var təbii ki. Mənfi xüsusiyyətləri odur ki, digər avtomobillərin bahalaşmasına və yaxud satılmamasına, onların qiymətlərinin bazar qiymətindən də aşağı düşməsinə səbəb olur. Sözgedən avtomobil modelinin servisinin və ehtiyat hissələrinin əlçatan olması ilə bağlı mərkəzə getdik ki, məsələyə tam aydınlıq gətirilsin. Bir çox modelləri var. Azərbaycanda bunun populyar olmayan modelləri də var. Bizim anbarımızda isə populyar olmayan modellərə uyğun ehtiyat hissələri də mövcuddur. Amma çatdırma olaraq bütün bölgələrə çatdırmamız da mövcuddur. Gələcəkdə bölgələrdə də ehtiyat hissəsi və servis xidmətimiz təbii ki mövcud olacaqdır. Bura həmin avtomobilin anbarıdır və istənilən modelə uyğun da ehtiyat hissəsini əldə etmək mümkündür.